Bu evi yəqin ki görmüşsünüz, əvvəl də paylaşmışdım. Hal-hazırda mənzilin qiymətində endirim olunub, təcili satılır. Tam əşyalı hazır bir mənzildir. Videonun sona qədər izləyin, qiyməti deyəcəm neçəyə düşüb. Yəni yaxşı qiymətdir. Vaxtında alın ki, sonra gecikməyəsiniz. Yerləşməsi də yaxşıdır. Yerləşir Nərimanovda metroya yaxın, metroparka yaxın. Piyada məsafədədir, 7-8 dəqiqə. Yeni tikili binadır, mənzildə də təmirdən sonra bir gün belə yaşayış olmuyor. Necə var, elə satılır. Hər bir şey qiymətə daxildir. Hamısını göstərəcəm. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsinə. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə belə güzgü yerləşdirilib, açarlıq və bura dekorla bəzədilib. Sağ tərəfdə isə şkafımız yığılıb. Yuxarı hissələrdə şkafdır. Yəni dərinlik də çox yaxşıdır. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Əyləşmək üçün, paltar asmaq üçün də yerlər nəzərə alınıb. Döşəmə qranitli, isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan və gizli işıqdan, eyni zamanda bu hissədə də lüstrlardan istifadə olunub. Başlayaq otaqlardan. Bura mənzilin qonaq otağıdır. Nəzərdə satılmış ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Mətbəx studiya şəklində dizayn edilərək təmir olunub. Keyfiyyətli də təmiri var. Burada deməli nəyimiz var, mən sizə göstərim. Masamız yerləşdirilib bu hissədə. Divan, dizayn olunmuş tablomuz, divarda gözəl lefka işləmələr, dekor güzgülər, kondisioneri kimi hər bir şey var bu mənzildə. TV stendimiz burada yığılıb. O tərəfdən göstərək tam olaraq geniş şəkildə. Aşağı hissəsi buralar şkafdır. Bunları göstərim. Böyük ekran televizorumuzda yerləşdirib yenə sağ və sol hissələri dekorlarla bəzədilib. Dediyim kimi mətbəx studiya şəklindədir, ona görə mətbəx belə bu hissədə yığılıb. 3 hissədən ibarətdə yuxarı gördüyünüz hissələr də, yəni şkafdır. Dərinlikdə çox yaxşıdır. Qaz peçi, aspirator, soyuducumuz, paltar yuyan, hər bir şey tam hazır vəziyyətdədir və bu hissədə də yenə şkafımız var. Yəni aksesuarlar da yığılıb hazırdır. İşıqlandırmada da spot və lüstrlardan istifadə olunur. Keçək, mən sizə buradan göstərim mənzilin yataq otağının. Burada yerləşir. Burada yataq dəsti ilə tam olaraq təchiz olunub. Görürsünüz, taxtımız yerləşdirilib. Sağ və sol bura işıqlar, mebel, daraqlar, tablomuz və mənzilin bir eyvanı var. O eyvana da çıxış bu yataq otağındandır. Geniş eyvanımız var. İstilik sistemi kombidir. Aparat da qoyulub hazırdır. Bu hissədə make-upımız, güzgü. Aşağı hissəsi yenə şkafdır. Bağladıq. Və yataq otağının bu hissəsində şkafımız yığılıb. Dolab buranı da göstərək. Tam axıra kimi də demək olar ki, əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Yəni, bu barədə narahat olmağa dəymir. Tavan hissəni ümumi olaraq göstərək. Lüstr, spot, hər şey yerindədir. Gəlin sizə göstərim mənzilin sanitar qovşağının, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağım. Deməli, geniş ölçüyə malik sanitar qovşağımız var. Bu hissədə duş kabinimiz yığılıb, bütün aksesuarlarla tam olaraq təchiz olunub. Divar içi unitaz və burada yuxarı hissə tam axıra kimi şkafdır. Və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Bu hissədə isə moydadılmış işıqlı güzgü ilə. Belə, mən mənzildə olan demək olar hər şeyi xırdalığına kimi sizə göstərdim. Keçək məlumatlara. Yerləşir Nərimanovda, Əliyyərəli küçəsində Nərimanov metrosuna piyada 7-8 dəqiqəlik məsafədə yeni tikili bina, yeni təmir, tam əşyalı hazır. İstəsəz alıb özünüz yaşaya bilərsiniz, rahatlıqla yaxşı qiymətə də kirayə verə bilərsiniz. Yerləşir 17 mərtəbəli binanın 10-cu mərtəbəsində. Ölçüsü 56 kvadratdır və mənzilin qiyməti 245 min manatdır. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.